Pensiya artımı ilə bağlı bir xəbərimiz olacaq. Qeyd eləyək ki, bugün 30 dekabr tarixli və gündəm xəbərin efirində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Milli Məclisin iclasında çıxış edən deputat Vüqar Bayramov ilin iqtisadi yekunlarından və 2026-cı illə bağlı gözləntilərdən danışıb və deputat bildirib ki, sona çatmaqda olan 2025-ci il Azərbaycan tarixində həmçinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi ili kimi də yadda qalıb. Cənab Prezidentin az təminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq bugün 76 mindən çox ailəyə birdəfəlik yardımların ödənilməsi başa çatacaq. Bu dəstək 335 mindən çox ailə üzvünü əhatə eləyəcək. Vüqar Bayramov deyib ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. Belə ki, 9,2% artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu, bütün növ əmək pensiyalarına, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçılarını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu, o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə gələn aydan 46 manat artım olacaq. Nəticədə 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır. Yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci ilə müqayisədə 7,9%-dən çox artım deməkdir. Ehtiyac meyarlarının 300 manata çatdırılması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayaraq vətəndaşlarımızın sosial yardım məbləğinin artırılmasına da səbəb olacaq. İlkin qiymətləndirməyə görə 900 manat gəlirli 5 nəfərlik ailə əvvəl aldığı təxminən 525 manat əvəzinə yeni ehtiyac meyarlarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir deyə millət vəkili çıxışında bildirib.